Bugün bizim reabilitasiya mərkəzimizin qonağı Zaur müəllimdir, yəni hüquqşünasdır. Yəni uzun müddətdir ki, televiziyalarda ekspert kimi çalışır, yəni məsləhətlərini verir. Hətta mən onun ən çox bəyəndiyim tərəfi nədir? Yəni TikTok platformasında təmənnasız olaraq, yəni hüquqi tərəfdən maarifləndirir də, yəni pul güdmədən, bir təmənna güdmədən elə bir bu insanda mən hiss edirəm ki, yəni millətə, xalqına xidmət göstərməkdən zövq alır. İşini də çox sevir. İndi çoxdan da bir-birimizi tanıyırıq, diskussiyalarımız çox olub. Neçə vaxtdır da elə deyirdik ki, gəlim, görüm. Bu gün elə bir boş vaxt elədi, elə görüşdük. Bizim təsadüfdən ikimizin də boş vaxtı üst-üstə düşdü bu günlər. Dəvət elədi. Həm də mənim Zaur müəllimi məsələn ekspert olduğu müddətdə o ki gəlirlər də, yəni verilişə şikayətçi, ailəsinə problem olan, cinayət işləri olan, onun o verdiyi, indi bizim proqram dilində deyirlər, obratno svязь. Yəni əks əlaqəsi, onlara verdiyi cavablar həmişə mənə maraqlı. Şablon olmuyor da, şablon, şləpa belə cavablar olmuyor, yəni açıqlamaqla, izahla. Dəvət eləmişik, biz də hüquqi tərəfdən məsləhətləşirik ki, yəni bunu necə eləyək, nətər eləyək ki, yəni bizim işimiz də düzgün şəkildə olsun. Çox sağ ol, təşəkkür edirəm. Həqiqətən də bu günləri gəldim, bu mərkəzi gördüm, mərkəzdəki insanlarla tanış oldum və həqiqətən də əvvəla təəssüf hissi keçirtdim ki, bu cür insanlar nəticə etibarilə o müəyyən asıllıqlardan əziyyət çəkib gəlib o reabilitasiya mərkəzində, belə kobud desəm, reabilitasiya mərkəzinə möhtac qalırlar. Amma eyni zamanda da o xoş gəldi ki, bu reabilitasiya mərkəzində insanlar ən azından o müalicə alıb cəmiyyətə sağlam qayıda bilirlər. Amma kədərləndirici bir məqam da ondan ibarətdir ki, cəmiyyət nə dərəcədə qəbul eləyə bilir bu insanları, məncə problemin böyüyü bundadır. Bir də səninlə həm söhbət olandan sonra anladım ki, bir böyük hüquqi problem də burada ondan ibarətdir ki, bəzən həmin o narkotik aludəçisi, istifadəçisi olan adamlar müalicəyə gəlmək istəmirlər, müalicəyə uymurlar. Üzrlü sayın. Valideynlər isə burada əziyyət çəkir. Yadıma düşdü. Nə edə bilərəm? Deməli, məsələ nədir? Bax, mən axır vaxtlarda çox gəlirlər, müddətli gəlir. Valideyn zəng edir, qorxa-qorxa. Deyir, mən deyir, yığıram dərdimi, deyirəm. Sonradan mənə geri dönüş eləməyə, birdən oğlum görə. Başlayır oğlunu, indi narkomaniya bilir də, evi dağıdırlar, evdən pul, valideynə əl qaldırma. Hətta biri vardı, anasının burnunu sındırmışdı. Yəni, valideynlər, özü yaşlı valideynləri, qoca ata, qoca anaya qarşı yəni, şiddətlər göstərirlər. Bunlar da ki, valideyn, bir qoca ana, bir qoca ata bu övladını necə göndərsin reabilitasiya mərkəzinə? Necə, yəni, öyle bir ki, terrorist də, terror eləyib evi, oturub evin içində, ananın, atanın hüququnu alıb əlindən, malını da yer, canını da yəni, öldürür bunu, xəstəliklər tapır. Eyni problemi əslində cəmiyyətdə mən də görürəm. Bundan əlavə kütlə informasiya vasitələrində tez-tez eşidirik və ən əsas da dediyim kimi bu gün gəlib burada bu məsələləri əyani şəkildə də görə bildim ki, sənin dediyin kimi, valideyn istəyir ki, övladı, oğlu və yaxud da çox təəssüf ki, bu günləri hətta qızlar, qadınlar arasında da bu bəla yayılıb və yaxud da qızı gəlsin reabilitasiya mərkəzində müalicə alsın və daha doğrusu o dövrü keçsin və sağalsın, bu xronik asıllıqdan sağalsın. Amma övladı gəlmək istəməyəndən sonra təbii ki, qanun da, konstitusiyamızda deyil, heç kim məcburi müayinə və ya müalicə oluna bilməz. Bu halda nə etmək lazımdır? Mən bayaqdan bunun çıxış yolunu düşünürəm, amma hesab edirəm ki, bunun çıxış yolu bir o qədər də qəliz deyil. Bu mümkündür. Azərbaycan Respublikasının qanunvericiliyində bu nəzərdə tutulub ki, valideynlər və yaxud da yaxın ailə üzvləri, digər yaxın ailə üzvləri barədə məhkəməyə ərizə verməklə onların reabilitasiya mərkəzinə yerləşdirilməsi barədə qərar alınmasına nail ola bilərlər. Qəyyumluq.
Dolay yolla buna qəyyumluq da İndi demək. belə mən deyim də, yəni asılılıqdan əziyyət çəkən bir insan həyatında düzgün qərarlar vermə iqtidarında deyildiyinə, deyildi ya. müvəqqəti olaraq o qərarları onun Onun valideynləri, valideynləri verir. ata, ana, bacı, Təxminən qardaş. bu hüquqi cəhətdən belədir və bu hissədə təbii ki, mən də öz köməyimi sənə təklif eləyirəm. Çünki əvvəlki çəkilişimizdə də qeyd elədim ki, mən də bu cəmiyyətin üzvüyəm, mənim də bu cəmiyyətdə iki övlad böyüdürəm. Mən də istəyərəm ki, mənim övladlarım sağlam cəmiyyətdə böyüsün və mənim övladlarım kimi hər kəs də sağlam böyüsün. Mən bunu çox istəyirəm. Bax, hesab edirəm ki, elə xalqına, millətinə, dövlətinə sevgi hissi də elə budur da, öz doğmalarından, öz əzizlərindən başlayır. Və bu məqsədlə də mən sənə təklif edirəm ki, əgər elə bir valideynlər varsa ki, onlar istəyirlər ki, onların narkotik istifadəçisi olan övladları məhz reabilitasiya mərkəzinə yerləşsin və sağalsın, bu halda məhkəmə qaydasında onların məcburi reabilitasiya mərkəzinə yerləşməsi üçün müraciət edib qərar almaq mümkündür. Bu istiqamətdə mən də sənə öz xidmətimi təklif edirəm. Əgər elə hallar olarsa, buyur mənə müraciət elə, mən sənə candan başdan kömək eləməyə hazıram. Sənə yox, daha doğrusu o asılılığı olan şəxsə, o valideynlərə, nəticə etibarilə cəmiyyətə və özümə. Ana da, yəni bu prosesdə ən çox əziyyət çəkir analar, atalar, yəni valideynlər. Yəni asılı bir insan olsa zaten asılılıqdan əziyyət çəkirsə, bir insanın günü kimyəvi maddənin axtarışında, pul axtarışı, oğurluq, o heç fərqinə varamır belə. Yəni çönüb bir arxaya baxamır ki, mən hardan gəlmişəm, hara gedirəm, ümumiyyətcə mənim məqsədim nədir, nə üçün doğulmuşam. Ona görə müvəqqəti olaraq ki, onlar bu qərarları verəmir, həyatını düz analiz edəmirlər. Bu yəni belə qərar vermək daha valideynin düzgün ol. Məlum məsələdir ki, narkotik istifadəçisi olan adam ya narkotikin təsiri altında, ya da narkotikin o axtarışı dövründə adekvat qərarlar verə bilməyəcək. Və məlumdur ki, sən o adama gedib desən ki, gəlsən mən səni reabilitasiya mərkəzində müalicə eləyim, hansı ki, sizin o 12 addım proqramı var, mən tanışam o proqramla sənin sayəndə və hesab edirəm ki, mükəmməl proqramdır və nəticələr də göz qabağındadır ki, bu günləri cəmiyyətimizdə kifayət qədər o geri dönüşlər var da, yəni sağlam geri dönüşlər. Mən bunu efirdə də bir dəfə demişdim ki, əvvəllər Rusun bir dənə sözü var idi, deyirdi, buvşiva narkomana ne buvayet, yəni keçmiş narkoman olmur. Amma mən hesab edirəm ki, məhz sənin sayəndə, bu reabilitasiya mərkəzlərinin sayəsində o stereotip sınıb, o söz qüvvəsini itirib, əhəmiyyətini itirib. Yəni artıq keçmiş narkomanlar da var və cəmiyyətə adaptasiya olan narkomanlar da var. İndi neçə saat, 2-3 saat da bir yerdə. Hələm sizin gördüyünüz bir 50 nəfər sağalanlar gördünüz də. İndi bunun hələm görünməyən işində, gücündə, çöldə, bayırda 50 nə işlə məşğul olun. Bizim nə qədər cəmiyyətdə rast gəlirəm, şəxsən tanıdığım adamlar var ki, zamanında narkotik istifadəçisi olub, kifayət qədər belə deyək, aktiv istifadəçi olub, amma bu günləri ailəsinin başındadır və çox təəssüf edir, hamımızın sevdiyi, rəğbət bəslədiyi, nə bilim, özümüz üçün örnək bildiyimiz, övladımıza örnək göstərdiyimiz Cavid qardaşımızı da burada gördüm. Açığı görəndə şoka düşdüm. Olduğun o zirvədə bu gün çoxları, bugün yox, daima arzu eləyib ki, o zirvədə olsun. Çoxsu arzu eləyib, biz bilirsən də, biz yalnız övladlarımıza görə öz arzularımızın üstündən xətt çəkib, ora övladlarımız üçün arzularımızı yazırıq. Və misal üçün də mən Avropa çempionu ola bilməmişəm, deyək ki, hansısa sahədə. Amma çox istərdim ki, mənim oğlum Həsən Avropa çempionu olsun və misal üçün Cavidi, Rafaeli, digər bizim o çempionlarımız olur ki, onları biz bugün nümunə kimi göstəririk də övladlarımıza. Amma nəticə etibarilə biz gəlib bugün zirvədə olan Cavidi burada görəndə inciməməndən, amma təəssüf hissi keçirməmək mümkün deyil. Hətta biraz belə şoka düşməmək mümkün deyil. Bu, amma sevindirici hal ondan ibarət ki, bu günləri
nəticə etibarilə Cavid artıq bu asılılıqdan sağalıb. Cavid 3 ildən artıqdır bu bəladan canını qutara bilib. Hətta Cavid bu günləri bu reabilitasiya mərkəzində digər gənclərimizin də bu bəladan canını qurtarmaq üçün canını fəda eləyir. Buna görə təşəkkür edirəm. Sən bizim üçün təbii ki, o dediyim o çempion olmusan, örnək idin. Bu günləri də bu cür örnəksən. Amma həm də o cür nümunəsən. Çox təəssüf ki, bax zirvədə olan şəxs də gəlib narkotik aludəçisi ola bilər. Buna görə mən valideynlərə bir də səslənirəm ki, necə deyim, hətta uğurlu övladlarınızı da çalışın bir qədər nəzarətdə saxlamayın. Hətta burada digər uşaqları gördüm, digər gəncləri gördüm ki, hansı ki, hərəsi öz sayəsində uğurlu olub, istəyir hüquqşünas ailəsindən, istəyir həkim ailəsindən olanlar, təbii ki, bu ürək ağrıdır. Minnətdaram sizə. Deməli, Sağ olun. bayaq bir dənə söz dediniz ki, o qardaşla ki, Allah insanı bəlkə də bir yollarla gətirir, çıxardır reabilitasiyaya, yəni ya hansısa bir sahəyə ki, orada daha da köməklik göstərə bilsin. İndi Cavid qardaşımız həyatının elə bir dövrü olub ki, yəni tarix yazıb da bu insan boksda, yəni bütün titullar demək olar ki, əldə edib. Deməli, bu insan idman sahəsində bunu bacarıbsa, çempion olubsa, sonradan Allah bunu elə bir yollarla gətirib narkomaniya çıxardıb, sonra gəlib reabilitasiya prosesinə. Əgər bu idman sahəsində uğur qazanıbsa, İnşallah ki, bu sahədə də daha uğurlu olacaq və bir çox gənclərə də özünün örnək, nümunə və sağalmağında da motivasiya ola bilər. İndi ona görə həmişə qardaşımızı da dəstəkləyir, kömək olur. Yəni bizlə burada korpus rəhbəridir. Yəni əlindən gələni eləyir ki, yəni sağalma yüksək formada getsin.